İranda bu günlərdə edilən hərbi əməliyyat bu dünənin qərarı deyil. İsrail son 10 ildə onsuz da belə bir ssenarini planlaşdırırdı. Sadəcə zaman məsələsi idi və bu gün baş verən prosesin dünyada nələri dəyişə biləcəyini, nələrin ola biləcəyini mən necə görürəm sizinlə bölüşüm. Təbii ki, bu sırf mənim şəxsi düşüncəmdir. Bu əməliyyatlar İranda milyonlarla insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb ola bilər. Və sizcə onlar hansı istiqamətdə gedəcəklər? Təbii ki, şimala, ilk olaraq Azərbaycan, daha sonra Ermənistan, Gürcüstan və Rusiya istiqaməti. Amma Rusiya böyük ehtimalla sərhədlərini kütləvi şəkildə açmayacaq və təsəvvür edin, milyonlarla insan yollarda, sərhədlərdə humanitar böhran riski ilə üz-üzə qalacaq. Bu proses təkcə İranla məhdudlaşmaya da bilər. Yaxın Şərqin digər ölkələrində də lokal qarışıqlıqlar, balaca çaxnaşmalar başlaya bilər. Sonda isə iki böyük güc, Amerika və Rusiya bu qarışıqlığı nəzarətə almaq, güc zonalarını və məsuliyyət bölgüsünü müəyyən etmək üçün danışıqlar masasına oturacaq və çox güman ki, zorakılığı və qanı dayandırmaq üçün ortaq bir çərçivə tapılacaq. Amma bu proses qısa çəkməyəcək, illər ala bilər. Bunun iqtisadi təsiri isə dərhal hiss olunacaq. Neft qiymətləri kəskin şəkildə qalxa bilər. Bir barelin 120 dollara qədər yüksələcəyini düşünürəm. Neft ixrac edən ölkələr böyük qazanc əldə edəcək. Amma Çin kimi böyük istehsalçı və enerji asılılığı olan ölkələr üçün bu ciddi zərbə ola bilər. Bahalı enerji iqtisadi təzyiq deməkdir. Sonda sistem yenidən balans tapacaq. Amma o vaxta qədər dünya ciddi sınaqlardan keçə bilər. Ümid edirəm ki, bütün xalqlar üçün bu proses minimum zərərlə ötüşər. Bu mənim şəxsi analizimdir. Siz necə düşünürsünüz? Fikirlərinizi şərhdə yazın. Əgər qlobal siyasəti, iqtisadiyyatı və dünyada baş verən hadisələrin arxa planını daha dərindən analiz etməyimi istəyirsinizsə, səhifəmə abunə olun və bu videonu bəyənin. Bu səhifədə siz emosional xəbərlər yox, strateji baxış və düşünməyə öyrənəcəksiniz.